Hər vaxtınız xeyir olsun. Bu gün mövzulararası əlaqə və məntiqi ardıcıllıq mövzusunun izahlarını sizə təqdim edəcəyik. Demək, başlayırıq birinci sualdan. Birinci sualda bizdən nə istəyir? Ara söz işlənmiş müəyyən şəxsli cümləni müəyyən edin. Müəyyən şəxsli cümlə nədir? Mübtədası və xəbəri, yəni cümlənin qrammatik əsası iştirak edən cümlələr müəyyən şəxsli cümlələr adlanır. Bu cümlələrdə ümumiyyətlə müəyyən şəxsli cümlənin mübtədası, xəbəri daha doğrusu bütün şəxslərdə ola bilər. Mübtədası iştirak edə bilər, həmçinin iştirak etməyə də bilər. Biz bunu şəxs sonluqlarına görə bərpa edəcəyik. Demək, həm də bizdən ara söz istəyir. A variantdan baxaq. Deyəsən, həyəcandan qızın dili topuq vururdu. Deyəsən ara sözdür. Bir əlavə qeyd də deyək, bütün modal sözlər ara sözdür. Amma bütün ara sözlər modal söz deyil. Çünki modal söz şəklində olur. Ara söz isə həm söz birləşməsi, həm cümlə şəklində, həm də söz şəklində ola bilər. Söz şəklində olduğuna görə biz bunu modal söz götürərik. Daha doğrusu ona görə deyirik. Bütün modal sözlər ara sözdür. Amma cümlə şəklində, söz birləşməsi şəklində olan ara sözlər modal söz olmayacaq. Modal sözdə biz harda keçirik? Morfologiyada. Morfologiyada keçdiyimizə görə biz onu cümlə şəklində, söz şəklində istifadə edə bilməyəcəyik. Demək, A variantında deyəsən, həyəcandan qızın dili topuq vururdu. Baxın, dili topuq vurmaq frazoloji birləşmədir. Frazoloji birləşməni parçalaya bilməyəcəm. Bilməyəcəyimə görə də bir cümlə üzvü götürürəm onu. Demək, dili topuq vururdu. Nə edirdi? Fe'li xəbər mövqeyindədir. Dili topuq vururdu. Nəyə görə dili topuq vururdu? Həyəcandan. Səbəb zəifliyi. Kimin dili? Qızın dili. Baxın, burada bir məqam yaranır ki, biz əslində qızın sözü sadə qalır da, sadəcə müstəqil şəkildə qalır. Biz bunu nə etməliyik? Baxın, kimin deyə hər hansısa bir cümlə üzvünün sualı yoxdur. Kimin deyə bir cümlə üzvünün sualı yoxdur. Olmadığına görə də biz, baxın, qızın dili götürə bilmirəm, üçüncü növ, düzdür? Dili topuq vurmaq frazoloji birləşmədir. Kimin deyə də bir sual olmadığına görə biz qızın sözünü daxil edirik nəyə? Xəbərlə bir yerdə. Frazoloji birləşməklə bir yerdə olacaq xəbər. Deməli, nəyə görə topuq vururdu? Həyəcandan. Nə edirdi? Qızın dili topuq vururdu. Bizdən nə istəyir? Müəyyən şəxsi cümləni istəyir. Burada dili topuq vururdu, həyəcandan. Burada mübtədamız yoxdur. A çıxdıq. Deməli, bizə gəlməyəcəklər. Deməli, var burada, okeydir. Bizə gəlməyəcəklər. Xəbərim nədədir? Üçüncü şəxsin cəmindədir. Üçüncü şəxsin cəmində olan sadə cümləli şəxsə görə hansılar var? Ümumi şəxsli var, bir də qeyri-müəyyən şəxsli var. Ümumi şəxsli nədir? Hər kəsə aid olan. Bunlar aforizmləri, atalar sözləri, bunları qeyd edə bilərik. Amma bir də qeyri-müəyyən şəxsli cümlə var ki, burada mübtədamız qeyri-müəyyəndir. Yəni, hərəkəti görən şəxslər bilinmir neçə nəfərdir. Bizə gəlməyəcəklər, hər kəsə aid deyilsə, deməli, nə götürəcək? Qeyri-müəyyən götürəcək. Qeyri-müəyyən. B də getdi. B-nin də cavabımız B deyil. Görünür, baxın, cümlə şəklində olan ara söz, sizi görə bilməyəcəyim. Mən əvvəlcədə nə dedim? Şəxs sonluqlarına görə, xəbərin şəxs sonluqlarına görə mübtədanı bərpa edə bilirəm. Görünür, sizi görə bilməyəcəm. Kim? Mən. Mən görə bilməyəcəm. Ona görə də mən sizi görə bilməyəcəm olacaq müəyyən şəxsli cümlə. Görə bilməyəcəm bir yerdə xəbər. Görə bilməyəcəm bir yerdə xəbər. Kimi görə bilməyəcəm? Sizi də tamamlıq. Görə bilməyəcəm niyə görə bir yerdə xəbərdir? Bilmək feili özündən əvvəl yönlü hal şəkilçili sözə qoşulursa, daha doğrusu yönlü hal şəkilçisi ilə işlənmiş sözə qoşulursa, nə olur? Bir yerdə köməkçi feil yaradır və olur mürəkkəb feil. Mürəkkəb feili də bir cümlə üzvü kimi götürürəm.
Sizi görə bilməyəcəm. Görə bilməyəcəm bir yerdə xəbər. Sizi də tamamlıq. Cavabımız olacaq C variantı. D-də ara sözümüz yoxdur, çünki şair xitabdır. Şair, bayaqdan səni gözləyirəm. Müəyyən şəxsi cümlə var, mən səni gözləyirəm. Mübtədanı bərpa edə bilirəm. Amma şair xitab olduğuna görə mən onu götürməyəcəm. Ara söz deyil çünki. E-də də doğrusu var ara sözümüz. Tədbirdə iştirak etməmişlər. Kimlər? Onlar. Onlar. Olacaq nə? Qeyri-müəyyən. Eni də çıxdı. Birinci testin cavabı C variantı. Sonra tamamlıq işlənmiş əmr cümləsini müəyyən edin. Əmr cümləsini. Əmr cümləsi nə olmalıdır? Feilin əmr şəklində işlənməlidir. İndi biz baxırıq. Yenə gülümsəyib baxdın, ay çiçək. Nə etdin? Baxdın. Baxdın. Hansı şəkildədir? Xəbər şəklindədir. Xəbər şəklindədir. Xəbər şəklində olduğuna görə mən bunu əmr cümləsi kimi götürməyəcəm. Yenə gülümsəyib baxdın. Tamamlıq yoxdur bu cümlədə, amma baxdın burada nədir? Xəbər şəklində olduğuna görə mən onu əmrdə götürməyəcəm. Xəbər şəklindədirsə olacaq nəqli cümlə. Başqa da durğu işarəmiz yoxdur. Nöqtəmiz var sadəcə. Sonra yaxşı insanlara layiqincə qiymət verək. Hansı insanlara? Yaxşı insanlara. Kimə? İnsanlara tamamlıq. Necə qiymət verək? Nə qədər ki? Layiqincə, kəmiyyət zərfliyi, qiymət verək. Qiymət verək nəyi? Biz verək. Məzmununa baxın, biz verək. Məzmununda arzu yoxdur. Ona görə də cavabımız olacaq nə? B variantı. Şəxs sonluğumuz birinci şəxsin cəmidir. Biz bunu nəqli cümlə kimi də düşünə bilərik. İki şəkildə düşünə bilərik. Kaş yaxşı insanlara layiqincə qiymət verək. Amma burada əmr cümləsidir. Çünki bizdən hər hansısa bir məzmununda da arzu ədatı yoxdur. Yada düşən uşaqlıq xatirələr məni kövrətdi. Baxın, şuurlu keçmiş zamanda. Olacaq nə? Nəqli cümlə. C-ni çıxdıq. Bir qrup həkim təltif edilsin. Şəxs sonluğu işlənibsin, təltif edilsin. Bir yerdə mürəkkəb xəbərdə etmək, yerinə yetirmək mənası bildirmirsə, biz onu nə götürəcəyik? Mürəkkəb feil götürəcəyik. Kim təltif edilsin? Həkim. Hansı həkim? Bir qrup. Demək, tamamlıq işlənmişdir. D variantında da tamamlıq yoxdur. Mübtədamız var sadəcə. Bir də təyinimiz, xəbərimiz var. Məndən aldığı kitabları qaytarmalıdır. Baxın, malı. Malıdırsa əgər, malıdırsa, vacib şəkillə ifadə olunursa, vacib şəkillə ifadə olunduqda mən onu yenə də nə edəcəm? Nöqtəmiz var, nəqli cümlə kimi götürəcəm. Çünki axı dedik, əmr cümləsi şəxs onluqları ilə bir də feilin əmr şəkli ilə ifadə olunmalıdır. Nə qaytarmalıdır? Nəyi? Kitabları, bir də məndən aldığı da feili sifət tərkibi olacaq. Hansı kitabları? Məndən aldığı. Məndən qaytarmalıdır xəbəri ilə əlaqəyə girmir. Ona görə də onu tərkibdən ayıra bilmərəm. Cavabımız olacaq nə? B variantı. Keçirik C. Həm sifət, həm də feili sifət işlənmiş sıranı müəyyən edin. Deməli, dalaşqan. Sözün kökü nədir? Dalamaq. Dalamaq, yəni bunun etimologiyası belədir ki, hər hansısa bir şəxs sizi dalaşmağa sövq eləyəndə nə edir? Birincisi narahat eləyir ki, bu gicitkəndən gəlir. Gicitkən insan nə edir? Dalayır, əlin qaşınır və yaxud hər hansısa bir yerindəydi qaşınır. Düzdür? Sən narahat olursan. Dalaşmağın da etimologiyası bu sözdən gəlir. Yəni kimsə səni narahat eləməlidir ki, lori dildə deyək qaşımalıdır ki, sən nə edəsən? Kimlənsə dalaşasan. Dalamaqdan dalaşmaq, ş leksik, qan da dalaşqan. Dalaşqan uşaq, necə uşaq? Dalaşqan. Burada qan bütöv götürüləcək. Bütöv götürüləcək, feili sifət deyil. Sifətdir sadəcə. Sonra sürüşkən. Necə olacaq? Sürmək, sürüşmək, sürüşkən. Hər ikisi də nə oldu? Sifət oldu. Sifət oldu. Ağlağan var, bir də çalışan var. Düzdür? Ağlamaqdan ağlamaq, ağlağan kökü ağla, qan da leksik şəkilçi. Çalışmaq, çal deyil sözün kökü, çalışmaq, an da qrammatik feili sifət şəkilçisi. Baxın,
Bunun xüsusi belə deyək, 1-2 metodu var. Demək, ağlağanda əsasən bizi çaşdıran nədir? Ayandır. Daha doğrusu ağandır. Ağam burada necə olub? 2 sayt yan-yana gəlib deyə 1 sayt o funksiyasını itirib. Əgər baxın, ağlamaqdır. Qan bu cür qalırsa, siz bunu nə etməlisiniz? Qan bu cür qalırsa, fe'li sifət şəkilçisi olmayacaq. Bütöv leksik şəkilçisi olacaq. Amma məsəl üçün baxın, ağlayan versəm mən bura, ağlayan. Ağlayan verdiyimdə isə baxın, ağlamaq, y bitişdirici, an qalır. An bu cür qalırsa, olacaq fe'li sifət. Çalışanda baxın, an mən yazdığım kimi qaldı. Deməli, çalışmaq, çalışan, cavabımız olacaq B variantı. C-də yetişmiş, miş fe'li sifətdir. Çəkiləsi, çək, çəkilmək, asayəsi, yenə fe'li sifətdir. C də getdi. Sonra sevincək. Sözün kökü sev deyil. Sevib sevinə bilmərsən. Sözün kökü olacaq sevin, bir də olacaq cək, sevincək. Düzdür? Sevincək. Sevin, sevincək. Yorğun. Yor sözün kökü, un da leksik. Necə? Sevincək uşaq, necə uşaq? Yorğun uşaq. İkisi də oldu sifət. Deyəcəyim, acaq üstü mənsubiyyət. Olacaq nə? Deyəcəyim, məsəl üçün xəbər. Hansı xəbər? D, acaq, im. Acaq üstü mənsubiyyət. Görməli də, gör sözün kökü, məli də qrammatik. Hər ikisi oldu fe'li sifət. E də getdi, cavab qaldı B variantı. Sinonim fe'llər sırasını müəyyən edin. Sinonim fe'llər deyirsə, biz sinonimin şərtinə baxacaq. Sinonimin şərti nədir? Yazılışı və deyilişi fərqli, mənası eyni və yaxud yaxın olan sözlər. Fe'llər istəyirsə bizdən başqa nitq hissəsi axtarmamalıyıq. Həm də sinonimin əsas şərtlərindən biri budur ki, sözlər necə olsun? Eyni sinonimdirsə eyni nitq hissəsi olmalıdır. Həm də mənası eyni və yaxud yaxın olmalıdır. Deməli, istəmək, dillənmək, xahiş etmək. Xahiş etmək, istəmək sinonim olar. Dillənmək cavab vermək mənasındadır. Ona görə də burada dillənmək sinonim sırasını bozacaq. Tullanmaq, yürümək, hoppanmaq. Tullanmaqla hoppanmaq olar. Baxın, hoppanmaq, tullanmaq. Yürümək isə qaçmaq mənasında ola bilər. Ona görə də yürümək pozdu. Danlamaq, hirslənmək, qınamaq. Tənə sözündəndir. Danlamaq, qınamaq. Danlamaq, qınamaq ola bilər. Amma hirslənmək bu sıranı pozacaq. Düzəltmək, emal etmək, ikisi sinonim olar. Təqdim etmək isə nə isə birinə göstərirsən, təqdim edirsən. Bu mənadadır. Ona görə də D, C, B, A variantı gedəcək. Nə qalacaq? Nəql etmək, söyləmək, danışmaq. Cavabımız E variantı. Nə isə nəql edirsən, söyləyirsən, danışırsan. Bunu biz harada görürük daha çox? Ədəbiyyatda, epik növdə. Demək, 5-ci sualımız. Hansı cümlədə bütün cümlə özləri eyni nitq hissəsi ilə ifadə olunub? Bütün cümlə özləri. Deməli, mühəndis Kərimov davranışı ilə hamıya nümunə idi. Biz nə edəcəyik? Cümlə özlərinin ifadə olunduğu vasitəni tapacaq. Amma eyni nitq hissəsi ilə olsun. Deməli, mühəndis Kərimov. Kim? Kərimov. Hansı Kərimov? Mühəndis Kərimov. Nəyi ilə? Davranışı ilə qoşması qoşulub. Tamamlıq olacaq. Kimə nümunə idi? Hamıya nə idi? Nümunə idi. Bir yerdə olacaq nə? Xəbər. İdi hissəci özündən əvvəlki sözə qoşulanda bir yerdə xəbər götürəcək. Deməli, bütün cümləmiz eyni nitq hissəsi ilə yox. Burada nə var? Tamamlığımızın özü nə ilə ifadə olunub? Hamı ilə, əvəzli ilə. A variantı getdi. Sonra, bilmədiyini bilməyəndən qaçın. Nə et? Qaçın. Bilmədiyini bilməyəndən qaçın. Nəyi? Kimdən qaçın? Bilmədiyini bilməyəndən. Bir yerdə olacaq nə? Tamamlıq. Bütün cümlə özü eyni nitq hissəsi ilə. Xəbərim də feildir. Tamamlığım da feildir. Bitdi, getdi. B variantı.
Yalanın ömrü qısadır. Nə qısadır? Yalanın ömrü üçüncü növ. Yalan isim, ömür isim necədir? Qısadır. Xəbər sifətlə ifadə olunub. Əzizim də xitabdır. Cümlə üzvlərinin ümumiyyətlə xitab sintaktik təhlilə cəlb olunmayacaq. C-də 7. Anamın gözlərindən narahatlıq sezilirdi. Nə edilirdi? Sezilirdi. Nə? Narahatlıq. Sezilirdi xəbər. Narahatlıq isim. Nədən? Anamın gözlərindən. Üçüncü növ. D variantda getdi. Eşitdiklərimə inana bilmədim. Nəyə? Eşitdiklərimə. Baxın, bilmədimdən əvvəl yönlü yallı. Yönlü yallı şəkilçili söz gəlib. İnana bilmədim. Bir yerdə xəbər. Çox təəccübləndim. Nə qədər təəccübləndim? Çox. Zəfli. Təəccübləndim də xəbər. Deməli, tamamlığın feillə, xəbərin feillə, zəflim isə nə ifadə olunub? Zəflə ifadə olunub. Ona görə E variantda gedəcək. Keçirik 6-cı suala. 6-cı sualda. Demək, E ilə Venn diaqramının kəsişməsində yazıla bilməz. Qoxusuz lalədir, mənasız şeir. Qanadsız bir quşdur, xəyalsız şeir. Mənasız şeir necədir? Qoxusuz lalədir. Baxın, daha çox bu cür şeir cümlələri qarşınıza çıxanda onu nəqli cümləyə çevirin. Mənasız şeir qoxusuz lalədir. Xəyalsız şeir qanadsız bir quşdur. Demək, nə olacaq burada? Bizdən nə istəyir? Kəsişməsində yazıla bilməz. Aid olduğu sözlə tabesizlik əlaqəsindədir. Aid olduğu sözlə qoxusuz lalədir. Necə lalədir? Qoxusuz. Təyinlə xəbər arasında nə olacaq? Təyinlə xəbər arasında olacaq yanaşma əlaqəsi. Yəni olacaq nə? Tabellik əlaqəsi. Tabellik əlaqəsi. Mənasız şeir burada da necə şeir? Təyinlə mübtəda arasında oldu nə? Yenə təyin, mübtəda olacaq nə? Yenə də yanaşma. Ona görə də burada tabesizlik əlaqəsindədir. Yox, tabesizlik əlaqəsi olmaq üçün həm cins olmalıdır. Burada təyinlərin biri xəbərə aiddir, lalədirə, biri də mübtədaya aiddir, şeirə. Ona görə də elə cavabımız A variantı olacaq. B-yə baxaq, aslı tərəfdir. Təyinlə sintaktik əlaqədə, xəbərlə sintaktik əlaqədə təyin aslı tərəfdir. Çünki xəbər bir dənə mübtəda ilə sintaktik əlaqədə aslı olur. Digər cümlə üzvləri ilə sintaktik əlaqəyə girdikdə xəbər olur necə? Əsas tərəf. Mübtəda da hər zaman əsas tərəfdir. Yəni bunu bir ölkə kimi düşünün. Mübtəda oranın padşahıdır və hər kəs ondan asılıdır. Ona görə də mübtədanı biz nə götürəcəyik? Sintaktik əlaqədə həmişə əsas tərəf kimi götürəcəyik. Aslı tərəfdir. Bu düzdür. Hər ikisi aslı tərəfdir. Ona görə çıxdıq. Bizdən səhv istəyirdi, yazıla bilməz. A-dır cavabımız. Təyindir. Bəli, qoxusuz lalə. Bir də mənasız şeir. Necə lalə, necə şeir. C-ni də çıxdıq. Sifətlə ifadə olunub. Mənasız, qoxusuz. Sifətlə ifadə olunub. Aid olduğu sözlər baş üzvlərdir. Bəli. Biri lalədirə aiddir. Xəbər baş üzdür. Şeir də mübtədadır. Üzrlü sayın. Sonra davam edirik 7-ci sualına. 7-ci sualına. Necə olacaq? Vasitəsiz nitqi tabeli mürəkkəb cümlə olan nümunəni müəyyən edin. Vasitəsiz nitqim nədir? Nitqi dəyişilməyən. Burada müəllifin sözləri dəyişilməyən hissə vasitəsiz nitq adlanacaq. Deməli, müəllifin sözləri burada hansıdır? Deyə Nərgiz rəfiqəsinin üstünə atılıb, onu qucaqladı. Bura müəllifin sözləridir. Bura V-dır, vasitəsiz nitqimdir. Burada nədir? M-dır. Demək, inanırdım ki, qayıdacaqsan. Tabe mürəkkəb cümlə nədir? Tərəfləri bərabər hüquqlu olan. Tərəfləri bərabər hüquqlu olan. Yəni, bir tərəf digər tərəfdən asılıdır. İnanırdım ki, kini görürük, inanırdım ki, qayıdacaqsan. Nəyə inanırdım? Qayıdacağına inanırdım. Deməli, tabe mürəkkəb cümlədir. Mən inanırdım. Bir qrammatik əsasım var artıq burada. Nə edəcəksən? Sən qayıdacaqsan. Elə cavabımız A olacaq. B-də atalar yaxşı deyib. Baxırıq, yenə M bura. Su axar çuxurunu tapar V.
Nə axar? Su çuxurunu tapar. Nəyi tapar? Su axar, çuxurunu tapar. Bu su axar, çuxurunu tapar. Bu olacaq nə? Nə olduğuna. Deməli, su axar, çuxurunu tapar. Olacaq həmcinsdir orada. Axar da suya aiddir. Tapar da suya aiddir. Demək, üzrlü sayın problemə görə B variantını çıxdıq. C-də bəlkə məndən incimisən. Bura olacaq V, deyə burada olacaq M. Bəlkə məndən incimisən, sən incimisən. Olacaq nə? Kimdən? Məndən, tamamlıq. Nə etmisən? İncimisən. Sadə cümlədir. 2 qrammatik əsasım yoxdur. C-ni də çıxıram. Bugün, sabah dava qurtarar. Nə qurtarar? Dava. Nə vaxt? Bugün, sabah. Hər şey yaxşı olar. Nə yaxşı olar? Hər şey nə edər? Yaxşı olar. Bir yerdə nə olacaq? Xəbər olacaq. Çünki iştirak etmək, var olmaq, mövcud olmaq, dünyaya gəlmə mənalarını vermirsə, olmaq feili həmçinin də adlara qoşulanda, yəni ismə, sifətə, hər hansısa bir saya, əvəzliyə, bunlara qoşulanda nə götürəcəm onları mən? Mürəkkəb feil kimi götürəcəm. Deməli, bura yenə V hissəsi, vasitəsiz nitqim. Burada nə olacaq? Müəllifin sözləri. Bu da sadə cümlə oldu. Kamil inci-inci üzümə baxıb. Təqsir özündədir, ancaq məni danlayırsan. Nə özündədir? Təqsir kimdədir? Özündədir. Kimdə anlayırsan? Ancaq təqsir özündədir, ancaq sən məni danlayırsan. Dedi, olacaq müəllifin sözləri. Burada olacaq vasitəsiz nitq. Sən məni danlayırsan, tabesi mürəkkəb cümlədir. Qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlə. Ancaq bağlayıcısı var. Sonra 8. Vasitəsiz nitqi qeyri-müəyyən şəxsi cümlə olan nümunə müəyyəndir. Vasitəsiz nitqim haradır? V, bura. Atam həmişə deyərdi, burada müəllifin sözüdür. Demək, qeyri-müəyyən şəxsi cümlə nə idi? Xəbəri 3-cü şəxsin cəmində olacaq və demək, baxaq. Çalış həmişə yaxşı, çalış, hamıya yaxşılıq elə. Xəbərim 3-cü şəxsin cəmində deyil ki, sən yaxşılıq elə. Ona görə də hamıya yaxşılıq elə. Bu hamıya aid ola bilər, sən elə. İkinci şəxsin təkindədir, ümumi şəxslə. Anı çıxıram. Sakitcə soruşdum, müəllifin sözü. Nə əcəb, atangilə getməmsən, sən getməmsən. Baxın, heç kimə aid deyil. Düzdür, hamıya aid eləyə bilmirəm. Şəxs onluğu ilə səni bərpa eləyə bilirəm. Olacaq nə? Müəyyən şəxsdir. B-ni də çıxdıq. O gülə-gülə müəllimdən. Yenə bura olacaq müəllifin sözü. Müəllifin sözü. Olacaq müəllifin sözü. Sizcə mən haqlı deyiləm. Sizcə mən haqlı deyiləm. Mən. Mübtədanı görürük. Mübtədamız var, aşkardır. Olacaq nə? Müəyyən şəxsi cümlə. Götürə bilmərik. Dünəndən sizi gözləyirlər. Baxın, vasitəsiz nitqim. Vasitəsiz nitqim. Deyə üzümə baxdı. Burada müəllifin sözləri. Kimlər sizi gözləyirlər dünəndən? Onlar. Onlar gözləyirlər. Oldu qeyri-müəyyən şəxsi cümlə. Cavab D variantı. Əbəs yerə deməyiblər. Baxın, əbəs yerə deməyiblər. Oldu nə? Müəllifin sözləri. Nə əkərsən, sən əkərsən, onu biçərsən. Nə əkərsən, sən də hamıya aiddir. Ümumi şəxsi cümlədir. Ümumi şəxsidir. Həm də ikinci şəxsin təkindədir. Cavabımız D variantı. 9. Bunlardan biri zərflə sifət üçün ortaq əlamət sayıla bilməz. Əsas nitq hissəsidir. Əlbəttə ki, morfologiyada keçirik. Anı çıxdıq. Cümlədə daha çox təyin vəzifəsində olur. Cümlədə daha çox təyin vəzifəsində sifət ola bilər. Daha çox təyindir. Çünki təyin edilən sözdür. Mübtədanın əvvəlində gəlir daha çox. Amma zərf daha çox nə olacaq? Zərf daha çox zəfli olacaq. Zəfli olacaq. Düzdür, təyin ola bilər. Məsəl üçün nə ola bilər? Yuxarı, otaq. Hansı otaq? Yuxarı otaq. Zərfdir bu. Təyin mövqeyində işlənə bilər. Amma daha çox hansı mövqedə işlənir? Zərf daha çox zərfli mövqeyində işlənir. Ona görə də cavabımız olacaq B variantı. Cümlə özü kimi çıxış edir. Əlbəttə ki, sifət təyin kimi, təyin kimi, xəbər kimi, mübtəda kimi, hətta tamamlıq kimi iştirak eləyə bilir. Hətta zərfli kimi də. Zərfin özü də elə zərfli ola bilir,
xəbər ola bilər, hətta mübtəda ola bilər. Məsələn, necə olacaq mübtəda? Mübtəda necə olacaq? Mübtəda o cür olur ki, məsələn, yazaq bura. Bura soyuqdur. Əgər, baxın, yer zərfidir. Bura soyuqdur. Əgər mən bura sözünə ya artıra bilmirəmsə, bu zaman mən bu sözə hara sualına cavab verəcək. Mən onu götürəcəm mübtəda. Amma ya artırdığım zaman, məsələn, deyirəm ki, bura gəl. Haraya gəl? Buraya gəl. Sualıma artıq ya artıra bilirəm. Artıra bilirəm. Olacaq nə? Olacaq zərflik. Zərflik. Gəl də xəbər. Anladıq bu hissəsini? Anlaşılmayan nəsə qalsa rəylərdə qeyd edə bilərsiniz. Demək sonra. Sonra nə deyir bizə? Ortaq suallar var. Ortaq sualları var. Nə var? Necə sualı rahatlıqla ortaq sual ola bilər? Cümlənin mübtədası tamamlığı olur. Olur. Bayaq elə izah elədiyimiz kimi mübtəda ola bilər. Sifət də rahatlıqla mübtəda ola bilər. Məsəl üçün, dünənkilər neynədilər? Dünənkilər gəldilər. Dünənkilər kim idi? Baxın, necə olur? Dünənkilər, buradakilər. Biz bunu fikirləşə bilərik. Dünənki insanlar gəldilər və yaxud dünənki əsgərlər gəldilər. Baxın, həminlər əsgərlərin, belə deyək də, ləri çıxartmışıq buradan, artırmışıq dünənkiyə. Dünənki də nə olub? Zaman zərfindən ki şəkilçisi zaman zərfindən nə düzəldib? Sifət düzəldib. Rahatlıqla nə oldu? Dünənkilər gəldilər, sifət oldu mübtəda. Bir də məsəl üçün neynədilər? Dünənkiləri çağırdılar. Kimi çağırdılar? Dünənkiləri. Oldu nə? Tamamlıq. Oldu tamamlıq. Çox bitdi. Bu qədər. E variantımız da düzdür. Ortaq ola bilməz cümlədə daha çox təyin vəzifəsində işlənməyi. Sonra bizdən nə istəyir? Bizdən bildir, vəziyyət yaxşı idi və vəziyyəti bizə bildir. Demək, bildir, yəni keçən il vəziyyət yaxşı idi. Olacaq nə? Sadə, olacaq sadə zərf. Olacaq bildir, baxın elə buradan ox çəkək. Olacaq sadə zərf. Bildirdi, iniş ildir, sırağa gündür. Bunlar sadə zərflərdir. Bildir, vəziyyət yaxşı idi. Bir də vəziyyəti bizə nə et? Bildir. Feildən, feil düzəldən dir şəkilçisi var. Burada leksik olacaq. Bil də sözün kökü olacaq. Demək, altına xətt çəkilmiş sözlər qrammatik baxımdan nədir? Bildir, yəni keçən il vəziyyət yaxşı idi. Olacaq nə? Birincisi olacaq zərf. İkincisi olacaq nə? Feil. Cavabımız nə? B variantı. Sonra 11. Ümumi qrammatik mənası və quruluşunu nəzərə almaqla nöqtələrin yerinə uyğun olan sözləri müəyyən edin. Qrammatik mənası göyçək olacaq nə? Sifət. Milyard say. Çəkisizlik isim. Koroğlu isim. Uzun olacaq sifət. Üçüncü olacaq say. Deməli, bizim sıramıza baxırıq. Quruluşunu nəzərə almaqla deyir. Deməli, milyard sadədir, göyçək sadədir. Yuxarıdan aşağıda nə var? İsimdirsə, deməli, biz burada isim yazacaq. Burada isim yazacaq. Burada da Koroğlu mürəkkəbdir. Çəkisizlik. Çək, çəki, çəkisiz, çəkisizlik. Düzəltmək isimdir. Və düzəltmə mürəkkəbdirsə sıramız nə olacaq? Biz bura sadə isim yazmalıyıq. Sadə isim yazacaq deyə bacarıqsızı buradan rahatlıqla çıxırıq, sifətdir. C-də də dadlı sifətdir, çıxırıq. Qalır nə? Evlər, kitablar, kənd. Deməli, burada nəyə baxacaq? Düzəltmə sifəti axtaracaq. Düzəltmə sifət axtaracaqsa, nə olmalıdır? Düzəltmə sifəti axtaracaqsa. Deməli, şəhərli isimdir.
Şəhərli isimdir. Həm yerlidir, şəhərlidir, kəndlidir. Bunlar biz isim kimi götürəcəyik. İsim kimi də ümumiyyətlə yer adlarına, şəhər adlarına, insan adlarına l, li, lu, lü şəkilçisi artırdıqda biz onu nə edirik? İsim kimi götürürük. İsim kimi götürürük. Ona görə də burada E variantı da olmayacaq ikinci dərəcəyə. Nə qalır burada? Qalır B variantı, bir də D variantı. Evləri qoysaq ora, bir də burada nə axtarmalıyıq? Milyard, sadə sayı, üçüncü düzəltmə, bir də mürəkkəb. Mürəkkəb sayı da əgər axtarırıqsa, 5-cidəki sözünə baxın. Dəki nə edir? Sifət yaradır. Tək leksik şəkilçidir. Yəni biz bunu gedib say götürə bilmərik. Yəni bizi çaşdıran məqam əslində budur. 5-ci saydır, okeydir bu. Amma 5-cidəki, məsəl üçün 5-cidəki belə deyək də, dakıdakı 5-cidəki tutaq insan, hansı insan? O sıradakı insan, düzdür? Nə olacaq? Sifət olacaq. Mən bunu 3-cü sıraya yaza bilmərəm. Ona görə B variantını da çıxıram. Qalır nə? Kitablar rahatlıqla yazacağam. Nabələd, yəni buna bilməyən, bələd olmayan, naleksik şəkilçi, bələd sözün kökü, nabələd insan. 2,5 də mürəkkəb saydır. Rahatlıqla buraya yazacağam. Cavabımız nə olacaq? D variantı. Sonra 12-ci sual. Hansı cümlədə fərqləndirilmiş sözlər sintaktik sualları eynidir, lakin fərqli nitq hissələri olan sözlərdir. Yəni sintaktik sualları eyni olsun, lakin fərqli nitq hissələri olan sözlər olsun. Baxın, igidlər cəsarətlə vuruşurdular. Nə edirdilər? Vuruşurdular. Necə? Cəsarətlə, zəfli. Kim? İgidlər. Mübtəda, zəfli, xəbər. Fərqləndirilmiş sözlər igidlər cəsarətlə. Sintaktik sualları eyni deyil. Biri kim sualına cavab verir, biri də necə sualına. Ona görə A variantımız 7. Uğurlu həyatın təsisçisi bugünkü biliklərdir. Baxın, nədir? Biliklərdir. Hansı biliklərdir? Bugünkü. Nə bugünkü biliklərdir? Həyatın təsisçisi bir yerdə mübtəda, üçüncü növ. Və əvvəlində də sifətimiz var, uğurlu. Düzdür? Ümumiyyətlə bu sifətlər, təyinlər daha doğrusu, fe'li birləşmənin əvvəlində gələndə mən bunu parçalaya bilməyəcəm. Amma ismin birləşmənin əvvəlində gələndə mən bunu parçalaya bilərəm. Ona görə də uğurlu sözü olacaq nə? Təyin. Təyin olduqda, onu düzgün çəkək. Təyin olduqda deməli, bugünkü olacaq nə? Bugünkü kini artırmışıq. Bu ilə günə hansı biliklər? Sifət, necədir? Uğurlu həyatın, hansı həyatın? Sintaktik, lakin fərqli nitq hissəsi olsun. Burada fərqli nitq hissəsi deyil. İkisi də sifətdir. Ona görə götür. Bir şərtimizi ödəyir. Sintaktik sualları eyni olan. Amma fərqli nitq hissələri olmaq şərtini ödəmir. Ona görə B-ni çıxdı. C-də dəmir darvaza açılanda qoca yerindən qalxdı. Nə vaxt qoca yerindən qalxdı? Baxın, həmin darvaza fe'li birləşmədir, parçalamayacağım. Dəmir darvaza açılanda bir yerdə zəfli. Kim yerindən qalxdı? Qoca nə etdi? Qalxdı, hardan? Yerindən. Demək, baxın, dəmir sözü nədir? Morfoloji cəhətdən. Material bildirdiyinə görə olacaq nə? İsim. Qoca nə olacaq? Sifət olacaq. Amma fərqləndirilmiş sintaktik sualları eyni olsun. Biri nə vaxtdır, biri də kimdir. Ona görə C-ni də çıxıram. Dəri çantada, saxsı gülqabda yerə düşmüşdür. Baxın, yenə material bildirir, saxsı da material bildirir, isimdir. Fərqli nitq hissəsi istəyirdi. D variantı da olmadı. Bizim uşaqlar gələcək həyatın qurucularıdır. Baxın, həyatın qurucularıdır, üçüncü növ. Bir yerdə xəbər, hansı həyatın? Gələcək. Kim? Uşaqlar, hansı uşaqlar? Bizim uşaqlar. Baxın, üçüncü növün istisna bir məqamı var. Əgər gəliyallı sözdən sonra mənsubiyyət şəkilçili söz ixtisar olunursa, üçüncü növü mən parçalaya bilərəm. Parçaladığıma, baxın, burada da parçalayıram. Bizim təyin, uşaqlar mübtəda. Hansı həyatın? Gələcək həyatın. Deməli, fərqli nitq hissəsidir. Bəli, bizim əvəzliyidir. Gələcək də nədir? Burada gələcək həyatın isim kimi işlənib.
Sintaktik suallara eynidir. Bəli, ikisi də nəyə cavab verir? Hansı sual? Hansı? Bizim də hansı sualına cavab verir? Gələcəkdir. Ona görə cavabımız olacaq nə? E variantı. Zarafatcıldır sözü ilə 13-cü sual. Zarafatcıldır sözü ilə bağlı səhvi müəyyən edin. Leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. Baxaq. Zarafat, zarafatcıl, zarafatcıldır. Burada feildən feil düzəldən dır şəkilçisi deyil, şəxs onluqdur. Dır da olacaq. Necədir? Bax, sual verin. Suala düşürsə dır, suala düşürsə zarafatcıldır. Necədir? Dır suala düşdü, oldu qrammatik şəkilçi. Deməli, leksik və qrammatik şəkilçilərin sayı bərabərdir. Bəli, bir leksikimiz var, bir də qrammatikimiz düzdür. A getdi. B variantı. Nə yazıb? İsimdən düzəlmiş feildir. İsimdən düzəlmiş feildir nədir? Sifətdir. İsimdən düzəlmiş bir dənə leksik şəkilçimiz varsa, hansı nitq hissəsindən yaranır deyəndə biz nəyə baxmalıyıq? Neçə leksik şəkilçi varsa, onun birini çıxırıq. 2 varsa, 2 leksik şəkilçi varsa, sonuncu ikinci şəkilçini çıxırıq, yerdə qalana baxırıq. 3 varsa, sonuncu üçüncünü çıxırıq, yerdə qalana baxırıq. Burada da bir leksik şəkilçimiz var, düzdür? Cılı çıxırıq, yerdə nə qaldı? Zarafat. Bir leksik şəkilçi varsa da məntiqlə bir leksik şəkilçinin çıxacaq. Kökdə nə qalacaq? Zarafat. Ona görə də isimdən düzəlmiş sifətdir. Zarafatçıl da sifətdir, düzdür. İsimdən də düzəlib zarafatdan, o da düzdür. B-ni də çıxırıq. Düzəltmə sözdür, başlanğıc formadadır. Baxın, düzəltmə sözdür, başlanğıc formadadır. Sözdə qrammatik şəkilçi varsa, mən ona başlanğıc formadadır deyərəm. Bu istisna hallarda sözlər var. Məsəl üçün, evimizdəki var. Evimizdəki. Mən buna başlanğıc formada deyə bilərəm. Amma burada qrammatik şəkilçidən sonra leksik şəkilçi işlənib. Baxın, başlanğıc formadadır. Amma zarafatçıldır da leksik şəkilçidən sonra qrammatik şəkilçi işlənib. Başlanğıc formada nədir? Sonuncu leksik şəkilçim olan hissə. Baxın, zarafatcıldır. Bunu silək təzədən. Zarafatcıldır. Başlanğıc formam nə olacaq? Zarafatcıl. Zarafatcıl. Bitdi. Başlanğıc formada deyil. Cavabımız olacaq C variantı. Tərkibində amonim şəkilçi işlənib. Bəli, işlənib. Dur. Həm leksik şəkilçi feildən feil düzəldə bilər. Məsələn, neynə? Yazdır. Bunu yazdır. Vurğu qəbul edəcək. Bir də deyirəm ki, fəsillərdən nədir? Fəsillərdən yazdır. Yazdır olanda da vurğu düşəcək 1-ə. Dır olacaq qrammatik şəkilçi. D-nin də çıxdı. Düzdür, cümlədə ismi xəbər vəzifəsindədir. Bəli, ismi xəbər vəzifəsindədir. Çünki isimdir, sifətdir, saydır, əvəzlikdir. Əvəzlik həm feili xəbər ola bilər, həm ismi xəbər ola bilər. O heç. Sonra feilin təsriflənməyən formalarıdır. Bunlar hamısı nə olacaq? İsmi xəbər olacaq. Ona görə də E də düzdür. Deməli, keçirik 14-cü suala. Axı kimdir onlar? Yoldaş sədir, deyə yerdən soruşdular. Fikirlərdən biri doğru deyil. Vasitəsiz nitqim nədir? Axı kimdir onlar? Yoldaş sədir. Bura olacaq V. Bura deyə yerdən soruşdular. Burada olacaq M. Axı kimdir onlar? Yoldaş sədir, deyə yerdən soruşdular. Onlar soruşdular. Vasitəsiz nitq müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlədir. Bəli, müəyyən şəxsi cümlədir. Niyə görə? Baxın, mübtədam var. Onlar mübtədası. Onlar mübtədası var. Kimdir? Xəbər. Yoldaş sədir də xitabdır. Sintaktik təhlilə cəlb eləməyəcəm. Müəyyən şəxsi cümlədir. Mübtəda xəbərim var. Düzdür. A getdi. Müəllifin sözü qeyri-müəyyən şəxsi cümlədir. Baxırıq müəllifin sözünə. Deyə yerdən soruşdular. Kimlər soruşdular? Onlar soruşdular. Rahatlıqla deyirəm. Qeyri-müəyyən şəxsidir. Təyin isimlə ifadə olunub. Burada təyin sadəcə xitabda var. O da sintaktik təhlilə cəlb olunmur deyə. Mən burada yoldaş sədri təyin kimi götürə bilmərəm. Yəni, xitabın ifadə vasitəsi uzağı mən birinci növ təyini söz birləşməsi deyə bilərəm. Yəni, başqa sintaktik təhlilə cəlb olunmur deyə hansı sədir? Yoldaş sədir. Mən bunu təyin kimi götürə bilmərəm. Uzağı xitabın ifadə vasitəsi birinci növ kimi götürə bilərəm.
Bitdi, getdi. Cavabımız olacaq C variantı. Vasitəsi nitqdə qrammatik cəhətdən cümlə üzvləri bağlı olmayan ifadə işlənib. Bəli, nə işlənib? Xitabımız işlənib. Cümlə üzvləri bağlı deyil. D variantı getdi. Həm ismi, həm feili xəbərlidir. Həm ismi, həm feili xəbərlidir. Baxırıq feilimizə. Xəbərlərimizə daha doğrusu. Kimdir? Əvəzi ilə ifadə olunub. İsmi xəbər. Əvəzlikdə sual əvəzliklərinin üzərinə təsriflənən feil şəkilçilərin ifadə eləyirəmsə, o zaman olacaq nə? Feili xəbər. Yox, sual əvəzliklərinə digər ümumiyyətlə şəxs şəkilçilərin artırıramsa, ismin şəxs şəkilçilərin artırıramsa, olacaq nə? İsmi xəbər, dırdır. Burada əgər məsəl üçün yazdır olsa, məsəl üçün tapşırığı neyinə? Yazdır. Bu nədir? Əmr şəklindədir. Olacaq nə? Feili xəbər. O zaman feili xəbər ola bilər. Amma burada məsəl üçün kimdir? Onlar. Burada nə edirəm? Kimə? Onlar kimdir deyirəm. Əmr şəkli yaratmıyor. Burada şəxs şəkilçisidir, qrammatik şəkilçisidir. Ona görə də olacaq nə? İsmi xəbər. İsmi xəbər. Demək, digəri də feili xəbərlidir. Soruşdular, D xəbər şəklinin şəkilçisini qəbul eləyib. Təsvirlənən feillərin də şəkilçilərini qəbul eləyən sözlər olacaq nə? Feili xəbər. Ona görə də E də düzdür. Cavabımız olur C variantı. Sonra, hansı nümunədə işlənmiş la, lə şəkilçinin funksiyasını müəyyənləşdirək? Deməli, hər işə ürəklə yanaş. Necə yanaş? Ürəklə zərfli. Nə et? Yanaş. Nəyə? İşə. Hansı işə? Hər işə. Deməli, ürəklə necə yanaş? Laləni artırmışıq nəyə? İsmə. İsmə də artırmışıq. Nə yaratmışıq? Zərf yaratmışıq. Tərz hərəkət zərfin. Birincidə olacaq leksik şəkilçi. Dırnaqla ətin arasına girməzlər. Baxın, xəbərim əgər cəmdədirsə, mənim artırdığım lalə şəkilçisi. Daha doğrusu burada şəkilçi funksiyasında deyil, bağlayıcı funksiyasında olacaq. Məsəl üçün, belə deyək də, dırnaqla ətin arasına, dırnaq və ətin arasına girməzlər. Dırnaq və ətin arasına girməzlər. Ya bunu əgər, məsəl üçün, mən desəm ki, baxın, atamla mən şəhərə getdim. Atamla mən şəhərə getdim. Nə etdim? Şəhərə getdim. Kim? Mən haraya? Şəhərə. Atamla. Bu xəbəri görürük. Xəbər əgər təkdirsə, necə olacaq? La burada. Olacaq qoşma. Mən atamla getdim. Amma yox, xəbərim atamla mən şəhərə getdiyi olsa, olacaq nə? Atam və mən neynədik? Şəhərə getdik. La olacaq bağlayıcı. İndi baxırıq. Cəm var burada? Var. Və ilə əvəz eləyə bilirəm. Rahatlıqla. Oldu bağlayıcı. Kitabla dostluq et. Kitab ilə dostluq et. Sən peşman olmazsan. Kitab ilə dostluq et. Burada olacaq nə? Qoşma. Çünki yeni söz yaratmır. Sözə qoşularaq əlavə məna çaları yaradır. Ona görə də birincisi olacaq zərf. Zərf düzəldən şəkilçi. İkincisi olacaq bağlayıcı. Üçüncüsü də olacaq nə? Üçüncüsü də olacaq qoşma. Qoşma da olacaqsa, cavabımız olacaq nə? O variantlardadır, D variantında. Sonra, yenə, baxın, onunla öyünmək gərəkdir. Kiminlə? Onunla. Oldu nə? Qoşma. Zənnimcə, sənlə mən, baxın, eyni dediyim şey. Xəbər nə oldu? Cəmdə oldu. Sən və mən bir qədər düşünməliyik.
Olacaq nə? Rahatlıqla. Bağlayıcı. O bu xəbəri necə bildirdi? Sevinclə bildirdi. Burada nə olacaq? Yenə də zərf düzəldən şəkilçi. Deməli, 1 qoşma, 2 bağlayıcı, 3 dənə zərf düzəldən şəkilçi. D variantı. Ana, indi xörək bişir cümləsində feilin nə et sualına cavab verdiyini nəzərə alaraq doğru fikri müəyyən edin. Doğru fikri müəyyən edin. Nə et? İndi xörək bişir. Nə et? Baxın, bişirin iki məqamda işlənə bilər. Baxın, deyirəm ki, yemək neynir? Bişir. Qoymuşam qazın üstə. Yemək bişir. Yəni qaynayır. O zaman nə edir? Bişir. İr olacaq qrammatik. Bir də deyirəm ki, sən neynə? Yemək bişir. Kiməsə deyirəm bunu. Birincidə yemək bişir olsa, yemək olacaq nədə? Adlıq halda. Adlıq halda. Bir də desəm ki, sən bişir, nə et? Bişir. Nəyi bişir? Yeməyi bişir. Qeyri-müəyyən təsirli hal olacaq. Qeyri-müəyyən təsirli hal olacaq bu. Qeyri-müəyyən təsirli hal. Bircə dəqiqə. Qeyri-müəyyən təsirli hal olacaq. Qeyri-müəyyən təsirli hal. Demək, elə də olanda sözün kökü olacaq biş, ir də olacaq leksik şəkilçi. Və hansı suala cavab verəcək? Nə et sualına. Nə et sualına. Baxırıq. Cümlədəki bütün sözlər quruluşca sadədir. Yox. Dedi axı, indi xörək bişir. Nə et sualına cavab verirsə, bişir olacaq düzəltmə. Mübtəda vəzifəsində işlənən isim var. Baxın. Əgər nə dedik? Leksiksə, xörək nə olacaq? Qeyri-müəyyən təsirli hal olacaq. Qeyri-müəyyən təsirli hal. A da getdi, B də getdi. Mübtəda və xəbər arasında uzlaşma əlaqəsi var. Dediyim, mübtəda yoxdur. Sən bişir. Sadəcə təsəvvür eləyə bilərəm. Yəni, müəyyən şəxsli cümlə eləyə bilərik bunu. Sadəcə və sadəcə. Mübtədam da yoxdur deyə uzlaşma əlaqəsi orada yoxdur. Görə bilmirəm. Digər, adlıq halda olan sözlə ifadə olunan cümlə özvü yoxdur. Adlıq halda sözlə ifadə olunan cümlə özvü var. Ana var adlıq halda olan. O da xitabdır. Yəni, xitab da yenə dediyimiz kimi cümlə özvü kimi götürülmür. Sintaktik təhlilə cəlb olunmur. Cavab qaldı nə? Cavab elə cümlə özvü yoxdur. Düzdür, elə cavabımız D variantıdır. Xəbər indiki zamanda olan feillə ifadə olunub. Xəbər indiki zamanda olan yox. İndiki zamanda deyil bu. Leksikdirsə olacaq nə? Olacaq əmr şəklində. E variantı da getdim. Sonra 18. Nöqtələrin yerinə hansı ifadə əlavə olunsa, tərkibində tabesizlik əlaqəsində ifadələr olan və ədəbi dilin normasına uyğun cümlə alınır. Tabesizlik əlaqəsində olmalıdır. Tabesizlik əlaqəsində olmalıdır. Baxın, yenə deyirəm, elə bayaqki məsələdir. Xəbərim cəmdə olanda, qardaşımla mən neyniyəcəyik? Şuşaya gedəcəyik. Və yaxud gedəcəyəm olanda, baxın, xəbərim nədir? Təkdədir. Təkdədirsə, qardaşımla olacaq tamamlıq, mən olacam mübtəda. Haraya? Şuşaya gedəcəyəm, xəbər olacaq, su. Həmci süzv olmadı. Səfərə gedirəm, mən gedirəm. Baxın, yenə təkdir. Eyni şey olacaq. Vurğunam, mən vurğunam. Yenə təkdir xəbərim. Heyrandır, qardaşımla mən Şuşaya heyrandır. Burada normanı pozacaq, uyğun gəlməyəcək. Şuşaya heyran olar və yaxud da sonra vurğunam da elə dediyim kimi həm xəbəri təkdədir, həm də burada nə olacaq? Normanı pozacaq. Gedəcəyəm. Həmcins olmayacaq bayaq dedi və gedəcək. Kim? Qardaşım və mən. Artıq burada nə olur? Qardaşımla və mən olanda olacaq nə? Qardaşım olacaq mübtəda, mən olacaq mübtəda, həmcins mübtəda. La da olacaq bağlayıcı. Və ilə əvəz edirəm. Xəbərim də cəmdə olur. Sonra 19-cu sual. Bunu silək. Feili xəbərli müəyyən şəxsi cümlə. Feili xəbərdə bayaq dediyim kimi olacaq nə? Təsriflənən
feillərlə ifadə olunan. Baxın, o əsəbi danışan komandanın baş məşqçisi idi. Kim idi? Komandanın məşqçisi idi. Üçüncü növ parçalanmır. Bir yerdə xəbər. Kim? O hansı komandanın baş məşqçisi idi? Baxın, əsəbi danışan feili birləşmə. Feili xəbərli istəyir məndən. Mübtəda xəbərim var, amma təsvirlənən feilim yoxdur burada. Götürməyəcəm, anı çıxdım. Sonra, mənim kiçik qardaşım tələbədir. Kimdir? Tələbədir, bir yerdə xəbər. Kim? Mənim qardaşım. Kiçik söz də burada parçalanmayacaq. Çünki üçüncü növün tərkibindədir. Üçüncü növün tərkibindədir. Sonra bir dəqiqə üzrlü sayın. Aha. Mənim kiçik qardaşım mübtəda tələbədir. Olmayacaq. Feili xəbər deyil çünki. Səid Ami ilə vidalaşdı. Burada var. Feilin təsvirlənən forması var. Xəbər şəkli var. Kim? Səid. Kim ilə? Hamı ilə tamamlıq. Hamı ilə tamamlıq. Nə etdi? Vidalaşdı. Cavabımız müəyyən şəxsi cümlə. Mübtədam var. Var. Xəbərim də var. Xəbər şəklindədir. Feili xəbərdir. Feili xəbərdir. Cavabımız olacaq nə? C variantı. Birazdan sizi də qəbul edərlər. Baxın. Neyniyərlər? Qəbul kimlər? Onlar qəbul edərlər. Qeyri-müəyyəndir. Feili xəbərdir. Ar, qeyri-qəti gələcək zaman şəkil üçün var. Feili xəbərdir. Hər şeydən ötürü əsəbləşməz. Burada da elə. Feili xəbərdir. Amma nədir? Ümumi hamıya aid olduğuna görə olacaq nə? Ümumi şəxsli cümlə. Sonra 20. İkinci dərəcəli cümlə üzvü iştirak etməyən ismi xəbərli. Müəyyən şəxsi cümlə müəyyən edin. İsmi xəbərli istəyir bizdən. Cümlə üzvü iştirak etməyən. Həyatın mənası nədir? Əməkdir. Necə əməkdir? Coşqun əməkdir. Nə? Həyatın mənası. İkinci dərəcəli cümlə üzvümüz var. Var. Coşqun var. Açıqdır. Qarlı qış gecəsi idi. Qış gecəsi bir yerdə ikinci növ xəbər götürəcək. Necə qış gecəsi idi? Qarlı təyindir. Yenə ikinci dərəcəli cümlə üzvü var. Biz kəndə çatanda səhər idi. Nə idi? Səhər idi. Nə vaxt? Biz kəndə çatanda. İkinci dərəcəli cümlə üzvüm var. Zərfliyim var. Feili birləşmə ilə ifadə olunub. Biz burada mübtəda niyə götürə bilmirik? Biz burada səhər idi xəbəri ilə əlaqəyə girmir. Ona görə mübtəda götürməyəcəm mən onu. Ümumiyyətlə şəxsi cümlədir. C-ni də çıxdım. Müəyyən şəxsi cümlə istəyir. Bu uşaqlar bizim gələcəyimizdir. Baxın, bizim gələcəyimizdir. Bir yerdə xəbər. Üçüncü növ. Kim? Uşaqlar. Hansı uşaqlar? Bu uşaqlar. Təyinim oldu ikinci dərəcəli cümlə üzvüm. Rahatlıqla D-ni də çıxdım. Sənubərin bacısı doğrudanmı həkim idi? Baxın, həkim idi. Bir yerdə xəbər. Kim? Sənubərin bacısı. Doğrudanmı? Ara sözdür. Sintaktik təhlilə cəlb olunmayacaq. Mübtəda xəbər, xəbərin də ismi xəbər. Cavabımız olacaq E variantı. Hələlik bu qədər. Yəqin ki, davamını da çəkərik. Davamını əgər istəsəz, rəylərdə qeyd eləyərsiniz. Növbəti sualları da ümid edirəm ki, vaxt olanda rahatlıqla yerləşdirə biləcəm. Sağ olun, hələlik. Ümid edirəm izahlardan razı qaldınız.